Akne vulgaris haqqında bildiyimiz yanlışlar. Akne kesir bir problem değil, müalicəyə ehtiyac yoxdur deyirlər. Fabrikam dedi ki, hər kəsə bu dərmanı yazır, sən də istifadə edə bilərsən. Cipsi, kola, bu kimi qidalanmadan istifadə eləməm. Yeniyetməlik də məndən asılı olan bir şeydir və böyüdükcə bu problemin gedəcəyini düşünürdüm. Bəs sağalmaq üçün nələrə cəhd etdiniz? Bir çox dermatoloq, kosmetoloq yanına getdim, lakin bir nəticə görmədim. Yeniyetmə məhsullar sınamışdım, hətta həkimlər yanına Bundan getdim. əvvəl bir çox dermatoloqlara, kosmetoloqlara müraciət etdim, amma bu bir köməyi olmadı. O zaman Üzümdə fabrikamın getdiyi doktorun yazdığı dərmanlara Həkimə müraciət etdikdən sonra müalicədən məmnun bir qaldınızmı? tanışım vasitəsilə Mehdi doktor ilə tanış oldum. Yaxşı ki Hələ tanımışam. sınaqlarımdan tamamilə xilas olmuşam. Çox təşəkkür edirəm Mehdi həkimə və onun Birinci kollektivinə. seanslardayam. Seanslarım çox yaxşı keçdi. Nəticədən razıyam. Çox sağ olun, təşəkkürlər. Seanslarım bitib və özümdən çox məmnunam və bunun üçün də Mehdi doktora çox təşəkkürlərimi bildirirəm.